Gördüğünüz bizim bu evler 18. iləcən bu evin üstü tərəfində mədrəsə kimi fəaliyyət göstərmişdir. 18-ci illərdə ki, hamıza məlum ki, bu inqilab zamanı ateizm təbliğatı getdikdə bu evi mədrəsənin üstü minarə hissəsi sökülüb, bu ev yerinə qoyulmuşdur. Qubada bir ünvan var. Ərdəbil küçəsi, ev 90. 4 ailənin yaşadığı bu ünvanda yeraltı abidə aşkar edilib, qədim mədrəsə qalıqları. Abidə bu ilin əvvəli təsadüfən tapılıb. Həmin ünvandakı evlərdən birinin döşəmələrini sökən sakinlər zirzəmidə 8 güşəli tikili görüblər və rəsmi orqanlara məlumatlandırıblar. Yeraltı abidədən qədim siqqələr, əlyazma Quran-ı Kərim də aşkar edilib. Abidənin üstündəki evin divarında 1928-ci ilin tikilisi olduğu göstərilir. Yeraltı abidə isə arxeoloqların qənaətinə görə təqribən 15-ci əsrə aid olan mədrəsədir. Tavanı məscid günbəzi şəklindədir. Divara bərkidilmiş 8 ədəd küplər mütəxəssislərin fikrincə tikilidə ayinlərin oxunmasından xəbər verir. Sakinlərin deməsinə görə yerli məmurlar və arxeoloqlar abidəyə baxış keçirib gediblər. Gedəndə də sakinlərə möhkəm tapşırıblar ki, yaşadıkları evləri artıq tarixi abidə hesab olunur. Bircə daşına da toxunmaq olmaz. O gün bugün sakinlər tapıntılarına peşman olublar. Deyirlər, indi yaşadıkları evlərin divarına boya da çəkə bilmirlər. Yerli icra orqanları xəbər tutan kimi başlarının üzərini alır ki, tarixi abidəyə müdaxilə etmək olmaz. Biz bu evləri 15 illik almışıq. 15 il ərzində mən özüm burada olmadığıma görə qonşuların şikayəti ilə gördük ki, üst tərəfdən pol çökür. Qərara gəldik, bu podvala girək, hörülmüşdür. Girdikdən sonra belə bir qədim abidəyə rast gəldik və dərhal dövlət qurumlarına xəbər verdik. Başqa qonşu Cəvahir Əliyeva. Gəlib bir dənə söz desin ki, siz ömürlük burada qalacaqsınız. Biz işimizi bilək, bu dağılan yerimizi düzəltəyini, heç nə bilməyə qalmış, heç bir şey bilməyə. Mən yayını bura sökürdüm, Allah üçün. Heç bir şey. Bu yazıq elə sökür. Bir otaqdayım, 32 ildir bu heytdəyim. Yox, yetsinlər köçürdücü sizi buradan. Yetsinlər siz ölüncə burada qalacaqsınız, içeri girmişsiniz. İşimizi görürük. Padval nə, şey, ağacıqalıq əlindən ölürük yay uzunu. Padval 20 metrə, 15 metrə dərin budurlarlar. Onlar doldurmaq olar. Bizə kamazlar getiriyorlar doldurmağa ki, altı. Neyiniyə gördü, nəmişlik. Sakinlər deyirlər ki, sahəsi təqribən 70 kvadrat metr olan tikilinin qapısı açılandan həyət-bacada oturmağa da qorxurlar. Problemimiz yoxdur, burası gələr ləbələ eləyir, yox, sabah gələcək, yox, problem elə hamısı problemdir. Biz problemi de, problemimiz Evi altı gidir, bir də üstünü göstərəcəm, sütunun üstündədir, vallahi, hər an gedə bilərdir. Biri gəldi ki, ay tez eləyirik, ay belə olacaq, ay ha belə, hani? İcradan da məktub gəlib, ki, yalan olur bir adam bütçədə hələn pul yoxdur. Dağıtıb fikirdir. Mən inanmıram ki, Quba bütçəsində pul olmuş. Nəyə görə? Hələ bir küçə var ki, 6 dəfə bir illərini 7 dəfə asfalt olunur. Yollara verirlər. Nə dağılda bilmirik, nə tikə bilmirik ki, neynəyək də. Adi bir şeyi yolları milyon pul tikirlər. Sakinlərin sözlərinə görə tikili aşkarlanandan sonra artıq həyətə bir neçə yerli və xarici turist də gəlib. Bu turistləri də həyət sakinləri özləri yola verir. İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov isə bildirib ki, evin altında qədim məscid qalıqlarının aşkar olunması ilə əlaqədar sakinlərin yeni mənzillə təmin olunmasına çalışırlar. Rayonun dövlət mənzil fondunda isə boş yaşayış sahəsi olmadığından bu hələ ki mümkün deyil. Şanlı məktub gəlib ki, sizin nəzərə götürərək, mənzil olsa, Allah qoysa, verməyişdə yanımıza düşəcək. Onu da aldıq, oxuyub qoyduq başımız altına. Bunu isə qədim abidədən köçürülməsini səbirsizliklə gözləyən həyət sakinləri deyir. Hani biz?